Şagirdlər, bugünkü dərsimizin izah olacaq Osmanlı yeni dövrdə 19-cu əsrin əvvəllərinə qədər hissəni izah edəcəm. Osmanlı dövlətində durğunluq dövrü 1579-1699-cu illərə aid edirdi. Bunun daxili səbəbləri mərkəzi hakimiyyətin zəifləməsi, ordu quruculuğundakı nöqsanlar, kəndlilərin öz təhlükəsini təmin etmək üçün şəhərlərə gəlməsi və s. Xarici səbəblər Osmanlının böyük coğrafi kəşflər nəticəsində ticarət yollarından kənarda qalması, Osmanlı dövlətinin Avropa dövlətlərindən iqtisadi cəhətdən geri qalması. Bu da xarici səbəblərdir. Bundan başqa, Osmanlı dövlətinin bu dövrdə 17-ci əsrin əvvəllərindən, yəni 1-ci Əhmədin hakimiyyəti dövründən etibarən qəfəs üsulu tətbiq edilirdi. Qəfəs üsulunun mahiyyəti nə idi? Osmanlı taxtına çıxmazdan əvvəl taxta çıxan hökmdarlar hərəmxanada həbs vəziyyətində saxlanılırdılar. Və o taxta çıxarkən nə dövlət idarəçilik sistemindən, nə ordu sistemindən onların heç bir anlayışı olmurdu. Nə vilayəti idarə etməyiblər, nə qoşun qarşısında getməyiblər. Bundan başqa culus bəxşişləri. Hər sultan taxta çıxanda çoxlu hədiyyə paylayırdı, pul paylayırdı, xəzinə boşalırdı. Beşik alimliyi nədir? Alimin oğlu alimdir prinsipi ilə yanaşaraq elmin dalınca getmirdilər. Elə bilirlər ki, oxumasalar bunlar alim olacaqlar. Dövlətin zəifləməsini qarşıda almaq üçün Köprülü Mehmet Paşa islahatlar keçirdi, ordunu gücləndirdi, Venesiyalıları məğlub etdi. Ondan sonra hakimiyyətə gələn Fazil Əhməd Paşa 1669-cu ildə Kreti tutdu, Avstriyanı məğlub etdi. Osmanlı dövlətinin gücləndiyini görən, eyni zamanda Osmanlı dövlətinin Viyana'ya hücum etdiyini görən Roma papası Osmanlı dövlətinə qarşı 1684-cü ildə Müqəddəs Birlik adlı bir ittifaq yaratdı. Müqəddəs Birliklə müharibədə Osmanlı dövləti məğlub olaraq 1699-da Karlovitsa sülhünü imzaladı və beləliklə də 1699-cu ildən 1791-ci ilə qədər davam edən geriləmə dövrü başladı. 3-cü Əhmədin hakimiyyəti dövründə, artıq geriləmə dövründəyik. 3-cü Əhmədin hakimiyyəti dövründə 1711-ci ildə Prut yürüşündə Pyotr məğlub edilsə də, Rusiya məğlub edilsə də, Avstriya və Venesiya ilə aparılan müharibələrdə 3-cü Əhməd özü məğlub olur. Dövlətin zəiflədiyini görən 3-cü Əhməd islahatlar keçirir. 3-cü Əhmədin və onun vəziri İbrahim Paşanın keçirdiyi islahatlar Lara dövrü islahatlarıdır. Bu dövrdə hərbi məsələlərə üstünlük verilmədi. Əsas diqqət xəzinənin doldurulmasına yönəldildi, lakin doldurulan xəzinə də xərcləndi ziyafətlərə və xalqa heç bir şey verilmədi və bu da narazılığı artırdı. Deməli, bu dövrdə görülən tədbirlər ilk mətbəə açıldı Osmanlı dövlətində. İlk dəfə peyvənd, çiçək xəstələrinə qarşı peyvənd edildi. Yanğından mühafizə dəstələri yaradıldı və s. 3-cü Əhməd 1730-cu ildə öldürüldü. Üsyan nəticəsində hakimiyyətə 1-ci Mahmud gəldi. 1-ci Mahmud 3-cü Əhməddən fərqli olaraq hərbi işlərə üstünlük verdi. Qumbaracı ocağı açdırdı, dünya tarixində ilk dəfə olaraq. Bundan başqa kağız müəssisəsi Osmanlı dövlətində ilk həndisə məktəbini açdırdı. 1-ci Mahmuddan sonra gələn hökmdarların zəifləməsi Osmanlı dövlətinin Rusiya ilə müharibədə məğlub olmasına səbəb oldu. 1768-1774-cü illərdə Rusiya və Osmanlı arasında müharibə getdi. Bu müharibə Kiçik Qaynarca sülhü ilə nəticələndi. Kiçik Qaynarca sülhünə görə Krım xanlığı Osmanlının himayəsindən çıxaraq müstəqil xanlıq olur. Rusiyanın Krımı işğal etməsi üçün əlverişli bir şərait yaranır. Bu dövrdə Rusiyanın 18-ci əsrin ikinci yarısında Osmanlıya qarşı siyasəti Şərq məsələsi adlanır. Şərq məsələsi Osmanlı dövlətinin ərazilərini işğal etmək, boğazları ələ keçirmək, Qaradənizdə Rusiyanın üstünlüyünü qurmaq və s. özündə əks etdirirdi. Şərq məsələsinin əsas tərkib hissələrindən birisi Yunan layihəsi idi. Yunan layihəsi nə idi? Rusiyadan asılı olacaq Bizans dövləti yaratmaq, Konstantinopolda onun paytaxtına çevirmək. Lakin İngiltərə və Fransa arasındakı ziddiyyətlər, eyni zamanda Rusiya və Avstriya arasındakı Balkan yarımadasındakı mübarizə ziddiyyətlər Şərq məsələsinin həyata keçməsinə imkan vermədi. Bunlar Osmanlı dövlətini parçalaya bilmədilər. Birinci Dünya müharibəsi nəticəsində parçaladılar. 1787-1791-ci illər yenidən Rus-Osmanlı müharibəsi oldu. Səbəb Rusların Krımı işğal etməsi idi.
Bu müharibədə Osmanlı dövləti Rusiyanın müttəfiqi olan Avstriyanı məğlub etsə də, Osmanlılar Rusiyaya məğlub olurlar. 1791-ci ildə Yassı sülhünü imzalayırlar. Yassı sülhünə görə Krımın və Gürcüstanın Rusiya məxluğu təsdiqlənir. Yassı sülhünün imzalandığı dövrdə Osmanlı taxtında Sultan 3. Səlim idi. Sultan 3. Səlim hərbi islahatlar keçirir 18-ci əsr sonlarında. Yeni hərbi hissələr yaradır. Bu hərbi hissələri təmin etmək üçün yeni vergi tətbiq edərək yeni bir xəzinə yaradır. Yeni qumbaraçı məktəbi açır. Hərbi mühəndislik məktəbinin fəaliyyəti genişləndirilir və Osmanlı dövlətinin hərbi gücü bərpa edilir. Lakin Yeniçərilər və digər qüvvələr üsyan qaldıraraq bu islahatların həyata keçirilməsinə imkan vermirlər. Sultan 3. Səlim qətiyyətsizlik göstərir, üsyanı yatırmır və özü 1807-ci ildə üsyançılar tərəfindən qətlə yetirilir.